Yəni baxın. Bu fəaliyyət məsəl üçün dil kursuna gedib ingilis dilini öyrənmək. Ən primitiv götürürəm. Tamam mı? Mən bilirəm ki, mənim həyatımda vacibdir. Mən yaxşı şirkətdə işləmək istəyirəm. Yaxşı bir universitetdə təhsil almaq istəyirəm və bütün bu yerlərdə məndən ilk nəyi soruşacaqlar? İngilis dilini bilirsən. Buna görə də mənim üçün ingilis dili öyrənmək vacibdir. Və zaman o vaxt var ki, mən ingilis dilini öyrənmək üçün bir kursa yazılıram. O kursda müəllim mənə deyir ki, filan gün, filan saatda kursa gəl. Yaxud da ki, bu zaman nə var? Zamanı var. Yaxud da ki, mən bir kursa getmirəm. Zaman mənim özüm günün hansı hissəsində özümə bir açıb kitab oxuyuram, ingilis dilini öyrənirəm. Bu zaman zamanı yoxdur, sən təyin edirsən zamanı. Düzdür? İstək, bəli, mən bunu çox istəyirəm. Amma zəruridirmi? Problem odur. Zəruri deyil. Səndən kimsə, cəmiyyət səndən bunu tələb eləmir. Kimsə sənə demir ki, bu dəqiqə otur ingilis dilinə hazırlaş. Bu, səninlə sənin aranda olan bir məsələdir. Başa düşdünüz?